Afrikanın relyefi haqqında danışacaq. Demək, yenə Afrikanın ucqar nöqtələri əvvəlcə deyək, Afrikanın ucqar şimal nöqtəsi deyəcək. Beni-Seka burnudur. Beni-Seka burnu yerləşir Tunis dövlətinin ərazisində. Ucqar cənub nöqtəsi İğnə burnudur. Bu yerləşir Cənubi Afrika Respublikası, qısaca olaraq CAR-da yazılacaqdır. Demək, şərq hissəsində yerləşir Ras Xəfun nöqtəsidir, ucqar nöqtəsidir. Burada Somali dövlətinin ərazisində düşür. Ucqar qərb nöqtəsi isə Almali burnudur. Bu da Senegal dövlətinin ərazisinə düşür. Demək, Afrikanı həm ekvator xətti, həm də Qrimvits xətti kəsdiyinə görə deyirik ki, Afrika qitəsi 4 yarımkürədə yerləşəcəkdir. Həm şimal, cənub, eyni zamanda şərq və qərb yarımkürələrində yerləşir. Yəni, beləliklə də Afrika dünyada yeganə materikdir ki, 4 yarımkürədə yerləşəcəkdir. Afrikanın biz relyefinə görə deyirik 2 hissəyə bölünür. Bu, hündür, yüksək Afrika olacaqdır. Bir də ki, hündürlük baxımından alçaq olan Afrika olacaqdır. Bunu təqribən bu hissədən belə bir xətt çəkirik və bunu 2 hissəyə böləcək. Məsələn, Avropanı şimali, cənubi, şərqi və mərkəzi olaraq 4 hissəyə bölmüşük. Bunu əsasən 2 hissəyə böləcək. Şimal-qərb hissəsi, bir də cənub-şərq hissəsi olacaq. Cənub-şərq hissəsi, burada rənglərdən də baxırıq ki, cənub-şərq hissəsi daha tünd rəngdədir. Yəni, tünd qəhvəyi rənglərdə olacaqdır. Deməli, bura hündürlük baxımından daha yüksəkdir. Biz buranı yüksək Afrika adlandıracaq. Amma digər tərəfi isə yaşıl və açıq sarı rənglərdədir. Bu, həmin hissənin hündürlüyün az olduğunu bildirəcəkdir və biz Afrikanın bu şimal-qərb hissəsini deyirik ki, alçaq Afrika adlandırır. Yəni, bunlar hündürlüyünə görə bölünəcəkdir. Baxın, indi bu regionlarda nələr yerləşir? Birinci baxışlayırıq şimal-qərb hissəsinə. Şimal-qərb hissəsində əlbəttə ki, bizim əvvəlcədən öyrəndiyimiz Atlas dağları olacaqdır. Atlas dağlarının ən hündür zirvəsini kim deyər? Neçə metr idi? Zirvənin adı və Atlas nə qədər idi? 465. Zirvənin adı isə nə idi? Tubqaz zirvəsi 4165 metr olacaqdır. Bu, hansı dağ əmələ-gəlmə mərhələsinə aid idi? Alp Qaynazoydur. Yəni, bu həm də deyirik ki, Alp-Himalay seysmik qurşağının bir hissəsi olacaqdır və bəzən də testlərə düşür. Alp-Himalay seysmik qurşağının ən qərb hissəsi hansıdır? Bu, əlbəttə ki, Atlas dağları olacaqdır. Alp-Himalayın böyük bir hissəsi bilirik ki, harada yerləşir? Avropa və Asiyanın arasında düşəcəkdir. Amma bu Atlas dağları Alp-Himalay seysmik qurşağında yerləşsədir, materik olaraq hansı materikə düşür? Məhz Afrika materikinə düşəcəkdir. Deməli, bunu dedik ki, əsas ən hündür zirvəsi Tubqal 4165 metr olacaqdır. Və biz bunu deyirik ki, Qrimvits xətti buradan kəsdiyinə görə deyirik ki, bu həm şərq, həm qərb, həm də şimal yarımkürəsində yerləşir. Yəni, bu 3 yarımkürədə yerləşən dağlardan biri olacaqdır. Əsasən də ölkə olaraq burada Mərakeşə düşəcəkdir. Yəni, böyük bir hissəsi Mərakeş dövlətinin ərazisinə düşür. Bunu bilməyiniz kifayətdir. Sonra bu hissəsi əsasən səhra ilə ibarət olacaqdır. Hansı səhranı deyəcək, elə dünyanın ən böyük səhrası olan, elə adı da Böyük Səhradır. Digər adı bəzən Sahara olur. Sahara və yaxud ki, Böyük Səhra dünyanın ən böyük səhrası sayılacaqdır. 9 milyon kvadrat kilometr məsafədə uzanacaqdır. Eyni zamanda burada yenə ovalıqlar, eyni zamanda digər səhralar deyəcək. Bunun tərkibində yerləşən Liviya səhrasını deyəcək, bir də burada Nubiya səhrasının adını çəkir. Bu Nubiyanın məncə tarixdən adını eşitmişsiniz. Nubiya dövləti ilə ticarət əlaqələri olub deyəsən Azərbaycanın belə bir məlumat olmalı idi tarixdə. Deməli, Nubiya, Liviya səhrası, eyni zamanda da Böyük Səhra, şimalda yerləşən əsas 3 səhra olacaqdır. Ovalıqlarda isə burada deyəcək ki, Senegal ovalığı yerləşir, Senegal dövlətinin ərazisində düşür. Elə burada Senegal çayı da var. Seneqalla bağlı burada demək olar ki, adlar çox olacaqdır. Sonra burada nə qaldı deməliyimiz? Bu hissə hündürlüyü az deyə, burada deyirik ki, şimal-qərb hissəsi əsasən akkumulyativ olacaqdır. Amma burada denudasyon düzənlərdə rast gələcək. Bunlar hansılardır? Əhəqqar, Tibesti, Darfur kimi şahid dağları, eyni zamanda yaylalar deyəcək ki, bunlar səhrada yerləşir. Yəni, burada hündürlük baxımından çoxdur deyə bunlar denudasiyada müşahidə ediləcək. Amma burada ovalıqlar dedik, məsələn, Senegal ovalığının adını çəkdik. Deməli, burada akkumulyativ mənşəli düzənlər də olacaqdır. Və akkumulyasiya olan yerdə nə olur? Suxurlar çökdürülür və çökmə mənşəli suxurlar zəngin olacaq. Çökmə mənşəli suxurlarda olan yerdə qeyri-filiz faydalı qazlar çıxarılacaqdır. Bunlar hansılardır? Neft, qaz, fosforit kimi təbii ehtiyatlar çıxarılır. Bu Atlas dağlarında ölkə olaraq da Mərakeş deyəcək. Mərakeşdə fosforit ehtiyatı baxımından zəngin olacaqdır. Amma neft qaz çıxaran əsas ölkələr isə Əlcəzair və Liviya olacaqdır. Ən çox da Əlcəzair deyirik ki, bu da qaz çıxardır və İspaniya və İtaliya kimi Avropa ölkələrini Aral dənizinin altından boru kəmərlərlə həmin o qazı ixrac edir, satır. Yəni, neft qaz çıxardan ölkələr, burada deyil, Əlcəzair, Liviya olacaqdır. Çökmə mənşəli suxurlarla zəngindir. Sonra, amma cənubi və şərqində deyirik ki, burada isə daha çox kristalik suxurlar olacaq, maqmatik suxurlar olacaqdır.
kristal bünövrə burada daha çox səthə çıxacaq və nəticədə də filiz faydalı qazlar çıxarılacaq. Bu misdir, qızıldır, platindir, urandır, bu tipli faydalı qazlar çıxarılacaq. Yəni bunlar bir-birinin əksidir. Burada çökmə mənşəli faydalı qazlar, yəni neft qazı çıxarıldı. Aşağıda isə daha çox filiz faydalı qazlar çıxarılacaq. Yəni dəmir filizidir, qızıldır, bu tipli faydalı qazlar cənub tərəfdən çıxarılacaq. Deməli, bu da şimal-qərbində nə qaldı demədiyimiz. Şahid dağlar bu keçmişdir ki, şahid dağlar nə yaradırdı? Hansı xarici qüvvə yaradırdı? Şahid dağlar defiliasiya, külək yaradır. Demək, bunu adlandıra bilərik. Eol formaları adlandıracaq. Yəni, səhralarda fiziki aşınma, eyni zamanda da küləyin dağıdıcı fəaliyyətinə daha çox rast gələcək. Bu, Əhəqqar, Tbilisi, Darfur kimi şahid dağların adını deyə bilər. Bunlar da yeri elə böyük səhranın içərisində yerləşəcəkdir. Əhəqqardır, Tbilisidir, Darfurdur. Böyük səhrada yerləşən şahid dağlar, eyni zamanda səhrada yerləşən yaylalar da belə qarşınıza tez-tez çıxa bilər. Bunlar dedik. Burada çay da keçir deyə Nil çayı bilirik ki, buradan keçir. Nil çayı keçdiyinə görə burada alüvyal çöküntülər də olacaqdır. Bunu da həm də tarixdə də demişdik ki, tarix kitabında yazıb ki, burada Nil çayı aşırdı və ora qara çöküntülər gətirildi. Bu çöküntülər nə sayılacaqdır? Alüvyal çöküntülər hesab olunur. Burada ən alçaq nöqtə keçmişdik. Hansı idi? Kattara çökəkliyi vardı. -133 metr. Bu da yerləşirdi harada? Misir dövlətinin ərazisindən düşür. Başqa. Davam edək. Burada Kongo çökəkliyi var. Kongo çökəkliyi nədir? Afrika platformasında yerləşən əsas əyilmə olacaqdır. Bu hissə görür ki, açıq sarı rəngdədir. Bu hissədə diqqət yetirə bilərsiniz. Həmin o çökəklik sayılacaqdır. Kongo hövzəsi sayılacaq, Kongo çökəkliyi sayılacaq. Bura tektonik əyilmə sayılacaq. Yəni, burada qırılma falan yoxdur, sadəcə çökmə baş verir. Tektonik əyilmə müşahidə edilir və burada da yağıntılar çox düşdüyünə görə burada ətraf hissələr dağlıqdır, yəni hündür yaylalardır. Və bu yaylalardan yağışlar çox yağır və bu yaylalardan nələr əmələ gəlir? Çaylar əmələ gəlir. Və bu hissədə dünyanın ən bol sulu çaylardan biri olan Kongo çayının formalaşmasına səbəb olacaqdır. Demək, burada dünyanın ən böyük əyilməsi olacaqdır. Afrika platformasında yerləşən ən böyük əyilmə zonası Kongo çökəkliyi sayılacaqdır. Bunun hər tərəfdə dağlar və burada yağış sular yağır. Beləliklə, burada nə əmələ gələcəkdir? Kongo çayının formalaşmasına səbəb olur. Amma bura süxurlar baxımından daha bərk süxurlardır deyə, yəni kristalik süxurlardır deyə, burada çaylarda nə əmələ gələcəkdir? Daha çox astana və şəlalələrə rast gəlinəcəkdir. Məsələn, Kongo çayının üzərində Stenli şəlaləsidir. Burada Viktoriya şəlaləsində adı qeyd edəcək. Daha doğrusu Livingston şəlaləsi, bir də Stenli şəlalə adlarını deyə bilərik ki, bu hissədə astana və şəlalələrə daha çox rast gəlir. Səbəbi nə oldu? Çünki buradakı süxurlar bərk süxurlardır deyə çaylar onu dağıda bilmir və nəticədə nə olur? Şəlalə əmələ gəlir, eyni zamanda astana əmələ gəlir. Astana da nədir? Çayların içərisində olan, çayların dağıdıb apara bilmədiyi, yuyub apara bilmədiyi bərk süxurlardır ki, bunlar astana adlanacaqdır. Davam edək. İndi bu tərəfdə Cənub-Şərqi Asiya dedik ki, hündürlük baxımından daha hündür olacaqdır. Burada hansı yaylaya rast gələcək? Efiopiya yaylasıdır. Bir də bu hissədə yerləşən Şərqi Afrika yaylası olacaqdır. Burada ən hündür zirvəni artıq biz Tukkal kimi ölçəməyəcək. Bunu yadınızda vulkanlarda da qeyd etmişdik ki, Kilimanjaro vulkanıdır. Kilimanjaro 5895 metrlər ümumilikdə Afrikanın ən hündür zirvəsi sayılacaqdır və bu da bilirdik ki, nə idi? Fəaliyyətdə olan vulkan sayılır. Afrikanın ən hündür zirvəsi 5895 metrlə Kilimanjaro vulkanı olacaq. Atlasın 4165 metr Tukalın ən hündür zirvə kimi qeyd etməyəcək. Sonra burada dağlardan başqa hansını deyə bilərik? Cənubda bilirik ki, Kap və Əjdaha dağları mövcuddur və bunlar hansı dağ əmələ gəlmə mərhələsinə aiddir? Hepsinə aiddir. Yəni bunlar paleozoid əmələ gəldi. Bunun şimalda səhralar olduğu kimi cənubunda da səhralar olacaqdır. Bunlar hansılardır? Kalahari səhrasıdır, bir də Namibi səhrasıdır. Bunların adları bir-birinə oxşur. Burada nə dedik? Adı Nubia idi, U hərfinə deyirik. Buradakı səhranın isə adı nə idi? Namibi səhrası olacaqdır. Yəni bunların çalışan yerlərini qarşılayırız. Namibi səhrası cənubda olacaqdır. Buradakı isə Nil çayının şərqində yerləşəcəkdir. Bu Nubia səhrası hesab olunur. Burada Rubenzori Horst'u, yəni ümumiyyətlə Horst və Grabenləri keçmişdik. Bunu yadınızdasa harda qeyd etmişdik. Şərqi Afrika sınma zonası var idi. Bu dünyanın ən böyük sınma zonası sayılır. Yadınızdasa demişdik, burada
Afrikada Somali yarımadası get-gedə Afrikada uzaqlaşır, qopur, ayrılır və bu hissədə də çat olur. Həmin o çatda çökmələr baş verir. Həmin o çökmələr qraben adlanır. O qrabendən simmetrik olaraq isə nə yerləşir orada? Horstlar olacaqdır. Ən böyük horst da bilirdik ki, Ruvenzori horstu sayılır. Bu çökəkliklərdə qrabenlər əmələ gəlir. Həmin o qrabenlərdə göllər əmələ gəlir. Bu göllər hansılardır? Tanganika, Nyasa kimi gölləri deyə bilər ki, bunlar qraben mənşəli, qrabende yerləşən göllər hesab olunur. Sonra qaldı Kap əjdahan dedik. Demək, burada dünyanın ən çox qum qalınlığına malik olan, dünyanın ən qalın qum layına malik olan səhrası olacaqdır Kalahari səhrasıdır. Sahə baxımından ən böyük bildik ki, nədir? Böyük səhra idi, yəni Sahara idi. O 9 milyon kvadrat kilometrdir. Sahə baxımından ən böyükdür. Buradakı Kalahari isə ən çox qum toplanmış səhra sayılacaqdır. Bunu yadda saxlayın. Bu da ölkələr düşür. Car, Namibiya və Botswana kimi ölkələrin arasında düşür.